ATV-nin efirində xəbər vaxtıdır. Salamlayıram sizi. Axşamınız xeyir olsun. Əziz tamaşaçılar, ATV xəbərin əsas buraxılışını təqdim edirik. Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub. Ermənistan Silahlı Qüvvələrinin bölmələri Paşalı rayonunun Horadiz yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Naxçıvanın Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən bildirilib ki, bölmələrimiz qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görüb. İşğaldan azad edilmiş Füzulinin Horadiz kəndində mina təmizləmə işləri sürətlə davam etdirilir. Artıq Horadiz kəndinin 80% minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Ümumilikdə işğaldan azad edilmiş ərazilərimiz minalarla həddindən artıq çirkləndiyindən mina təmizləyənlər müxtəlif çətinliklərlə qarşılaşır. İndiyədək 379 vətəndaşımız mina qurbanı olub ki, onlardan 70-i təəssüf ki, həyatını itirib. Həmin ərazilərə getmək istəyən vətəndaşlara yalnız işlənmiş yollardan və işarələnən ərazilərdən istifadə etmələri tövsiyə olunur. Bu barədə işğaldan azad olunmuş ərazilərə Mina Təmizləmə Agentliyinin jurnalistlər üçün təşkil etdiyi media turda ətraflı məlumat verilib. İşğaldan azad edilmiş ərazilərdə mina təmizləmə əməliyyatları sürətlə davam etdirilir. Mina təmizləmə əməliyyatları 3 üsulla aparılır. Mexaniki vasitələrlə, itlərin dəstəyi ilə və əllə təmizləmə. Hazırda olduğumuz Füzuli rayonunun Horadiz kəndində mina təmizləmə fəaliyyəti davam etdirilir. Artıq bu kəndin 80%-i minalardan, partlamamış hərbi sursatlardan təmizlənir. Bu sahələrin mina xəritələri mövcud olmadığından qurğuların quraşdırılma sıxlığı və ardıcıllığı bilinmir. Əsas təhlükə isə ən çox taxta və plastik gövdəli minaların illər keçdikcə hava şəraitinin təsiri altında deformasiyaya uğraması və partlayıcı qurğuların kənar təsiri olmadan işə salınmasıdır. Bu günə qədər də bu ərazidə 25 ədəd tank əleyhinə mina, 35 ədəd isə piyada əleyhinə mina aşkar olunub. Düşmən 2020-ci ilin noyabr ayından sonra bu ərazidən çıxarıldıqdan sonra cənub-qərb hissəsində yeni mövqelər qurmuş və həmin əraziləri müxtəlif minalarla çirkləndirmişdilər. Belə ki, ərazinin bəzi hissələri düşmən mövqelərinə çox yaxın olduğu üçün və selavların su keçidlərinin olmasına nəticəsində yuxarıdan gələn sel suları bəzi minaları daha dərinə və daha uzaq məsafələrə aparmışdı. Anamanın əməliyyat rəhbəri Habil Babayev həmçinin 2020-ci ildən etibarən Şərqi Zəngəzur və Qarabağ ərazisində qeydə alınan mina qurbanları haqqında danışdı. Qeyd etdi ki, 2020-2024-cü illər ərzində minadan zərər çəkənlərin sayı 379 nəfər olub ki, bunlardan da 70 nəfəri həyatını itirib. 309 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Anama Şərqi Zəngəzur həmçində Dağlıq Qarabağ ərazisində bugünə qədər 161 min hektar ərazidə artıq təmizləmə işləri aparıb. Bugünə qədər 157 min ədəd mina və partlamamış hərbi sursat agentliyin partlayış qrupu tərəfindən yerində zərərsizləşdirilibdir. Qeyd edək ki, 2020-ci ildə işğaldan azad edildikdən dərhal sonra Füzulidə mina təmizləmə fəaliyyətinə başlanılıb. Bununla paralel olaraq Əhmədbəyli, Şuşa, Köndələn gölünün yatağının və ətraf hissələrinin, Füzuli şəhərinin özü və ətraf kəndlərinin minalardan təmizlənmə işləri həyata keçirilib. Səadət Ayaz qızı Aslan Məmmədli, Loğman İsmailov, Sərdar Əliskəndərli, ATV Xəbər. Qazaxıstanın Türkistan vilayətində yerləşən Orda poligonunda keçirilən Sonsuz Qardaşlıq 3-cü çoxmillətli təlimi davam edir. Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlıları poligonda yaradılan təlim nöqtələrində taktika, atəş, snayper, dağ və paraşüt hazırlığı üzrə praktiki məşqləri yerinə yetiriblər. Təlimin növbəti mərhələsində iştirakçı bölmələrin qarşısında yaşayış məntəqəsindəki qeyri-qanuni silahlı dəstənin aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə təlim döyüş tapşırığı qoyulub. Real döyüş şəraitinə uyğunlaşdırılan təlimdə xüsusi təyinatlılar tapşırıqların icrası zamanı yüksək peşəkarlıq nümayiş etdirib.
Heydər Əliyev Fondunun təhsil, səhiyyə, din, mədəniyyət və bir çox müxtəlif sahələrə göstərdiyi diqqət və qayğı uzun illərdir icra edilən işlərdə özünü əyani şəkildə göstərir. Fond sadəcə ölkəmizdə deyil, digər ölkələrdə də təhsil ocaqları inşa edir, dini mədəniyyət abidələrinin bərpasını həyata keçirir. Vatikanda imzalanan Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair müqavilə də bu istiqamətdə atılan növbəti addımdır. Tolerantlığın, multikulturalizmin ünvanı Azərbaycan dini və irqi ayrı-seçkilik etmədən hər zaman müxtəlif xalqlara, dinlərə hörmətlə yanaşıb. Ölkəmizdə yüzlərlə layihədə imzası olan Heydər Əliyev Fondu sərhədləri aşaraq müxtəlif ölkələrdə də titanik işlər icra edib. Bunlardan ən sonuncusu isə Vatikan şəhər dövləti üzrə qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında imzalanan Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair müqavilədir. Müqəddəs Pavel Bazilikası Vatikanın ən böyük abidələrindəndir və UNESCO-nun ümumdünya irs siyahısına daxildir. Bərpa işləri ilk növbədə 2025-ci ildə keçiriləcək müqəddəs yubiley ili zamanı ziyarətçilərin bu dini ocağa təhlükəsiz girişinin təmin edilməsi məqsədi ilə aparılır. Xatırladaq ki, Heydər Əliyev Fondunun bu şəhərdə gördüyü ilk iş deyil. Fond ötən müddət ərzində Vatikanda bir sıra bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin bərpasına, mədəni irsin qorunması sayəsində işlərə də öz töhfəsini verib. Müqəddəs Pavel Bazilikasının bərpası məsələsi, düşünürəm ki, bu özü də yeni bir səhifə açır Azərbaycan və İtaliya arasında. Azərbaycanı təmsil edən fondun da layihəyə qatqı verməsi təbii ki, düşünürəm, həm də İtalyanlar tərəfindən yox, eyni zamanda xristian icması tərəfindən də kifayət qədər dəyərləndiriləcəkdir. Bu təkcə mədəni körpünün yaradılması deyil, eyni zamanda iki müxtəlif sivilizasiya, müsəlman və xristian sivilizasiyasının arasında körpülərin möhkəmləndirilməsi anlamına gəlir. Heydər Əliyev Fondu Vatikanda ən qədim xristian abidələri sırasında tarixi və memarlıq baxımından xüsusi yer tutan müqəddəs katakombaları və Zevsin heykəlini də bərpa eləyib. Heydər Əliyev Fondunun sərhədləri aşan xeyirxah işləri sadəcə Vatikanla da məhdudlaşmır. Luvr Muzeyində İslam İncəsənəti bölməsinin yaradılması, Strasburq Kafedral Kilsəsinin 14-cü əsrə aid, üzərində Müqəddəs Məryəmin və İsa Peyğəmbərin həyatı əks olunan vitrajların, 2-ci Dünya müharibəsində yanmış və dağılmış Berlin qəsrinin bərpası Heydər Əliyev Fondunun xaricdə həyata keçirdiyi uğurlu layihələrin yalnız bir hissəsidir. Bolqarıstanda, Pakistanda, Misirdə, digər ölkələrdə həyata keçirilmiş layihələrin adlarını təbii ki, çox böyük fəxr hissi ilə deyə bilərik. Çünki burada bir Azərbaycanlı həm də irsi qalacaqdır gələcək nəsillərə. Ölkəmizdə müxtəlif xalqlar sabit, sağlam mühitdə dostcasına yaşayır. Məhz buna görədir ki, Azərbaycanda etnik rəngarəngliyi var. Heydər Əliyev Fondunun gördüyü bütün bu işlər ölkəmizin beynəlxalq arenada nüfuzunu daha da artırıb, onun mədəniyyət sahəsindəki töhfələrini dünya miqyasında tanınıb və Azərbaycanın humanitar sahədə fəal iştirakını vurğulayıb. Şəlalə Qaşırınova, Rahil Bəhlulzadə, ATV Xəbər. Hazırda Mərkəzi Seçki Komissiyasının icraatında növbədənkənar parlament seçkiləri ilə əlaqədar 20 müraciət var. Mərkəzi Seçki Komissiyasının bugün keçirilən iclasında MSK sədri Məzahir Pənahov belə deyib, bildirib ki, sabahki iclasda bu müraciətlərə baxılacaq. Biz çalışırıq ki, araşdırırıq. İndi sizlə yenə iclasdan sonra baxacağıq görüntülərə. Çalışırıq ki, kiçik də olsa, əgər elə bir məqam olsa ki, biz görürük ki, bu səs vermənin nəticəsinə təsir edib və orada seçicilərin iradəsini ortaya qoymaq mümkün olmazdı şəraitdə, ona çox ciddi biz qiymət veririk. Sevindirici hal oldu ki, görürsünüz, çox çətinliklə tapırıq biz onu. Prinsipcə qalib namizədin müəyyənləşdirilməsi baxımından ümumilikdə problem olmuyor. Avropa İttifaqının qərəzli və ədalətsiz bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Xüsusilə də COP29 tədbiri ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası ölkəmizə qarşı qərəzin açıq-aşkar nümunəsidir. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa Şurasının işgəncənin və qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə komitəsinin ictimai bəyanatına dair
Avropa İttifaqının çıxışı ilə bağlı bildirib ki, Avropa İttifaqının yenidən bu ictimai bəyanata istinadən qərəzli açıqlamalar verməsi qəbul edilməzdir və bu qarayaxma kampaniyasını qətiyyətlə rədd edirik. Ölkəmizə qarşı bu kimi əsassız bəyanatlarla çıxış etməyə əvəzinə qarşı tərəfi Avropa İttifaqı üzv dövlətlərində insan hüquqlarının pozulması hallarına diqqət yetirməsini tövsiyə edirik deyə Ayxan Hacızadə vurğulayıb. Bəli, qəribədir. Hər dəfə ölkəmiz böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək ərəfəsində olanda Qərb təşkilatları Azərbaycana qarşı qərəz kampaniyasını bir qədər də genişləndirir. Artıq bu bizi təəccübləndirmir. Xatırlayaq, Avroviziya mahnı müsabiqəsi, Avropa və İslam oyunları, Formula 1 yarışları ərəfəsində ölkəmiz ətrafında yaradılan süni siyasi ajiyatajları. Bütün bunlar bu fikrə ən gözəl nümunələrdir. Maraqlısı budur ki, artıq Azərbaycana qarşı qərəzçilikdə Avropada ixtisaslaşmış təşkilatlar da var. Onların tezislərini səsləndirən funksionerlər də. Məsələn, elə Almaniyalı deputat Frank Schwabe kimiləri. Amma cənab Schwabe bilməlidir ki, erməni lobbisinin oyuncağı olan hazırki qərb siyasi elitası onun kimlərdən sadəcə yararlanıb, sonra da atacaqlar. Diasporunun ələ aldığı Avropalı deputatlara qarşı açılan qalmaqallı korrupsiya faktları istənilən qədərdir. Cənab Schwabe'nin son illər birmənalı olaraq Azərbaycanın qaralamasını, ölkəmizin ünvanına əsaslı çıxışlarını, bəyanatlarını, onun bir siyasətçi kimi ermənipərəstliyinin ölkəmizə qarşı qərəz və hətta nifrətinin bariz nümunələri də hesab edə bilərik. Məsələ təkcə siyasi məhbusların sayının dramatik şəkildə artması deyil. Təkcə 100 mindən çox insanın Dağlıq Qarabağdan zorla çıxarılması da deyil. Cənab Schwabe siyasi məhbuslar deyəndə görəsən kimlərə eyham vurur? Olmaya Qərbin dəstəyi ilə Azərbaycana təxribatlar məqsədi ilə yeridilən Abzas Media, Toplum TV, Mikroskop və sair kimi şəbəkələrin ifşa olunmuş üzvlərinin məhkəmə qarşısına çıxmalarından narahat olub. Məsələ isə Frank müəllim Ermənistanda baş verənlərdən niyə rahatsız deyil? 2019-cu ildə Ermənistan həbsxanalarında Yegizaryan soyadlı müxalif yönlü jurnalist azlıq aksiyası nəticəsində dünyasını dəyişdi. Qirqoryan soyadlı bir müxalif siyasətçi isə elə məhkəmə zalındaca öldü. Amma qərb təsisatları nədənsə bundan xəbər tutmadılar. Kör və kar oldular. Keçmiş erməni hakimiyyətinin bir çox fəal funksionerləri həbsə atıldı. Hətta Ermənistanın sabiq prezidentlərinə qarşı cinayət işləri də açıldı. Amma hazırki Ermənistan iqtidarından haqq hesab soran olmadı. Ermənistanda fərqli fikir söyləyən, hakimiyyətin mövqeyini qəbul etməyən siyasətçilərə, tanınmış blogerlərə qarşı açıq repressiyalar, fiziki təqiblər elə bu gün də davam edir. Amma Schwabe kimilərinin başı Azərbaycanda siyasi məhbus axtarışına elə qarışıb ki, Ermənistanda baş verənlərdən güya ki xəbərləri yoxdur. Пока на меня уголовное дело не прекратили и не принесли мне официальные извинения. Mənə qarşı cinayət işinə nə qədər ki xitam verilməyib, məndən üzr istənilməyib, ölkəyə qayıda bilmərəm. Ermənistan hökumətini mahiyyətcə faşist dövlət hesab edəcəyəm. Ermənistanın hüquq mühafizə orqanları əslində cəza dəstələridir. Fərqli düşünənləri məhv edən Gestapo rejimidir. Это Гестапо, которая убирает с поля всех инакомыслящих. Schwabe illərlə erməni lobbisinin təsiri altında daim Azərbaycanın haqq işinə qarşı çıxıb. Beynəlxalq tribunalarda yalnız Qarabağ ermənilərinin hüquqları barədə danışıb. Amma bircə dəfə də olsun Qarabağda Ermənistan tərəfindən törədilən soyqırım, dağıntılar, Azərbaycanın mədəni irsinin məhv edilməsi haqqında, Azərbaycanlıların Qarabağa qayıdış hüquqlarından söz açmayıb. Azərbaycanın BMT nizamnaməsi çərçivəsində mülki əhaliyə deyil, yalnız silahlı erməni qruplaşmalarına qarşı Qarabağda apardığı antiterror tədbirlərini etnik təmizləmə adlandırmaqla özünün nə qədər qərəzli və vicdansız olduğunu da ortaya qoyub. Hətta bir zamanlar o Qarabağdakı Qaniçən rejimin də güya ki demokratikləşməsi üçün Avropa qurumları ilə əməkdaşlığını nəzərdə tutan qətnamənin hazırlanıb səsverməyə çıxarılmasına da təşəbbüs göstərib. Bütün bunlar, eləcə də Türkiyəyə qarşı açıq siyasi hücumları,
Türkiyənin saxta erməni soyqırımına görə ittihamlayıcı bəyanatları əslində Şvabe kimilərinin beynəlxalq imperializm və xristian təəssübkeşlərin əlində bir alət olduğunu göstərir. Ona görə də Şvabe, Ocampo, eləcə də bəzi Amerikalı konqresmenlərin, senatorların, Fransalı siyasətçilərin Azərbaycana qarşı hücumları ağılsız köpəklərin uluza hürmələrinə bənzəyir. Azərbaycanda hər kəs yaxşı başa düşür ki, COP29-la bağlı tədbir ərəfəsi də ölkəmizə qarşı peşəkarlaşan Qərbin ənənəvi qərəz orkestri dirijor çubuğu ilə yenə də işə düşəcək və özünün köhnə, heç kimə lazım olmayan repertuarını yeni aranjmanda təqdim etməyə çalışacaq. Vüqar Bektaş, Aygün Rəsulova, ATV Xəbər. Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşı Theo Clerc'ə qarşı güya ayrı-seçkilik edilərək onun barəsində məhkəmə tərəfindən dırnaqarası haqsız qərar verilməsi barədə bəyanatı, bununla özünü hüquqi dövlət adlandıran Fransanın Azərbaycanın məhkəmə prosedurlarını heçə sayması qəbul edilməzdi. Fransa tərəfindən səsləndirilən iradların heç bir əsası yoxdur. Xarici İşlər Nazirliyindən belə açıqlama verilib, qeyd olunub ki, dövlət əmlakına qəsdən ziyan vuran Fransa vətəndaşı və digər şəxslərə qarşı verilən hökm məhkəmənin səlahiyyətindədir və bu qərarı sual altına almağa Fransa tərəfinin ixtiyarı yoxdur. Fransa vətəndaşı Azərbaycan Cinayət Məcəlləsinin əmlakı qəsdən məhv etmə və ya zədələmə maddəsi ilə azadlıqdan məhrum olunub. Qeyd edək ki, bu kimi əməllərə görə Theo Clerc əvvəllər Fransada da cəzalandırılıb və ona qarşı cərimə tətbiq olunub. Ümumilikdə istintaqın və məhkəmənin gəldiyi qənaətə görə Fransa vətəndaşı cinayətin törədilməsində xüsusi təşəbbüskarlığı və fəallığı ilə seçilib. Həmçinin məhkəmə istintaqı zamanı onun verdiyi ifadələrin işin obyektiv halları ilə uyğunluq təşkil etmədiyi də məlum olub. Eyni əmələ görə əvvəllər müəyyən məbləğdə cərimə edilsə də Azərbaycanda bu xarakterli əməllərin qeyri-qanuniliyindən məlumatsız olması ilə bağlı onun məhkəməyə verdiyi qeyri-səmimi ifadələri, o cümlədən törətdiyi əməldən peşman olmaması onun digər iki şəxslə müqayisədə cəzasının daha ağır olmasını şərtləndirən amillər kimi sadalamaq olar. Azərbaycanda məhkəmə hakimiyyətinə, o insan hüquqlarına dair iddia səsləndirən, dünyaya demokratiya dərsi keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neokolonial siyasəti, irqçilik, diskriminasiya, islamofobiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Buna görə də Fransanın bu fəaliyyətindən dərs çıxarması daha faydalı olardı deyə Xarici İşlər Nazirliyindən bildirilib. Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi USAID-in Ermənistana 5 illik yardım paketini 2 dəfədən çox artıraraq 120 milyon dollardan 250 milyon dollara çatdırıb. 27 milyardlıq büdcəsi ilə dünyanın ən böyük yardım təşkilatı hesab olunan USAID-in ölkəmizdə də 1991-ci ildən fəaliyyət göstərdiyini nəzərə alsaq, nədənsə 30 illik işğal dövründə və ondan sonra Azərbaycana ümumiyyətlə ehtiyac duyulan hər hansı bir yerə bu qədər yardım etməməsi qəribə görünür və düşündürür. Ekspertlər düşünür ki, bütün bu yardım şouları 5 aprel görüşünün davamından başqa bir şey deyil. Bir mənalı olaraq Qərb, Cənubi Qafqaz regionundakı maraqlarını Ermənistana, necə deyərlər, sponsorluq etməklə həyata keçirməyə cəhd edir. Qərb dövlətləri Ermənistanda təsirlərini artırmaq, onu Cənubi Qafqazdakı bastionuna çevirmək üçün əlindən gələni edir. USAID-in Ermənistana olan yardımını 2 dəfədən çox artırması ilə bağlı qərar da bu kontekstdə nəzərdən keçirilməlidir. Çünki 5 apreldə Brüsseldə keçirilən Amerika Birləşmiş Ştatları Avropa İttifaqı Ermənistan görüşündən sonra Ermənistanda İrəvan hava limanından Rusiya sərhədçiləri tezbazar çıxarıldı. Ardınca Ermənistana Birləşmiş Ştatlar təyyarələri ilə hərbi sursat və hərbi heyət göndərildi və Zəngəzurda yerləşdirildi. Onu da əlavə edək ki, USAID adətən demokratik inkişafı dəstəkləmək adı altında Afrikanın və Yaxın Şərqin müxtəlif ölkələrindəki müxalif qüvvələri dəstəkləmək üçün xüsusi donor fondları və yardım mexanizmləri yaradıb. Ancaq nədənsə Ermənistanda Paşinyana yaxın QHT-lər dəstəklənir, onlara maliyyə yardımı ayrılır. Ekspertlər deyir ki, Ermənistana edilən bu yardımlar, eləcə də Fransanın hərbi yardımları bir mərkəzdən, Vaşinqtondan koordinasiya olunur. Əgər biz dünyanın ayrı dövlətlərinə və siyasi sistemlərinə USAID-in köməyinə baxsaq, maliyyə ianələrinə baxsaq, o zaman görürük ki, Ermənistan burada liderlikdədir ki, bu da əlbəttə ki, ondan xəbər verir ki, erməni məsələsi bəzi dövlətlərin və bəzi beynəlxalq təşkilatların regionda əsas vurğularından biridir. Digər tərəfdən onlar Rusiya və İrana qarşı regionda Ermənistandan istifadə etmək istəyirlər. Onu da qeyd etmək yerinə düşər ki, USAID vaxtı ilə Xankəndi
kəndi də erməni separatçılarına qrantlar ayırırdı. Hətta cinayətkar xunta rejiminin dırnaqarası keçmiş dövlət naziri Ruben Vardanyanla təşkilatın ciddi əlaqələri mövcud olub. Hətta təşkilatın sədri Samantha Power'in ötən ilin payızında Qarabağdan öz xoşu ilə gedən erməniləri Ermənistanda ziyarət etməsi və onlara 2,5 milyon vəsait ayırması da yaxşı məlumdur. Sada alınan hər bir fakt təşkilatın birbaşa olaraq Birləşmiş Ştatların regiondakı qeyri-konstruktiv maraqlarına xidmət etdiyini və erməni lobbisinin əlində oyuncağa çevrildiyini göstərir. Əgər hər bir təşkilat insan hüquqlarından danışırsa, demokratiyadan danışırsa, o zaman gəlin o minimal haqları qaldıraq, 30 il ərzində bir dəfə də olsun məcburi köçkün və qaçqınlara USAID tərəfindən yardım edilmədi. Bütün bunlar əlbəttə ki, onun göstəricisidir ki, nə Qarabağ Azərbaycanlıları, nə Azərbaycanlıların qayıdışı, nə Azərbaycanlıların minadan qurban olmaları heç vaxt USAID və digər beynəlxalq təsisatları maraqlandırmayıb. Onları maraqlandıran yalnız və yalnız arxalarında olan dövlətlərin bölgələrdəki siyasi maraqlarıdır. Ekspertlər deyir ki, Birləşmiş Ştatlar Ermənistana olan hərbi dəstəyini davam etdirərsə, bu Ermənistanda revanşizmin artmasına zəmin formalaşdıra bilər. Yeri gəlmişkən son günlər Ermənistan rəsmiləri Rusiyaya qarşı yenidən çıxış edirlər. Bu isə Ermənistanla Rusiyanı üz-üzə qoya bilər. Çünki İrəvan rəsmi olaraq nə KTMT, nə də Avrasiya İttifaqının üzvlüyündən çıxıb. Məleyin Qılablı, Rahil Bəhlizadə, ATV Xəbər. Bu ilin may ayında Environmental Protection First koalisiyasının üzvü olan Azərbaycan Kartoqraflar Cəmiyyəti Azərbaycan, erməni və ingilis dillərində hazırladığı Ermənistanın dağ mədən sənayesi xəritəsini ictimaiyyətə təqdim edib. Bununla bağlı Ermənistanın qanunsuz dağ mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsi ilə əlaqədar keçirilən brifinqdə məlumat verilib. Ermənistanın qanunsuz dağ mədən sənayesi fəaliyyəti Cənubi Qafqazın ekologiyasını zəhərləyir. Ermənistan hökuməti hələ də xarici investor şirkətlərin ölkə ərazisində dağ mədən fəaliyyətlərə yatırım etməsinə imkan yaradır və ətraf mühitə təsirinin qiymətləndirilməsi hesabatlarını tələb etmir. Hasilat zamanı filizdən metal əldə edilməsi üçün müxtəlif kimyəvi maddələrdən, o cümlədən siyaniddən istifadə olunur. Lakin onun daha sonra harda utilizasiya olduğu barədə heç bir məlumat yoxdur. Kimyəvi maddə ilə qarışıq olan suların həmin ərazilərdə hara axıdıldığı, o sular böyük ehtimal var ki, hətta süzülərək yeraltı sulaylarını da çirkləndirir. Və bilirsiniz ki, yeraltı sulayları transsərhəd ərazidə olanda, yəni onun bir tərəfi layın Ermənistan ərazisində isə digər tərəfi bizim ərazimizdə olur və onda artıq orada yaşayan Azərbaycan vətəndaşları, oranın sakinləri arteziyan quyusu və ya yeraltı sulardan istifadə edəndə onların həyatı üçün bu birbaşa sağlamlığı üçün risk yaradır. Ermənistan hökuməti bununla da qoşulduğu Orxus Konvensiyasının həmçinin transsərhəd bölgələrdə ətraf mühitə təsirin qiymətləndirilməsini tələb edən ESPO Konvensiyasının tələblərini ciddi şəkildə pozmağa davam edir. Hesab olunur ki, metalların tullantıları yeraltı sulara və çaylara axıdılır. 2 dənə əsas çay var. Hansılardır bunlar? Bərquşaq, Bazar çayı da deyirlər. Ermənistanda həmin çaya Voratan deyirlər. Bir də Oxçu çayıdır. Çox böyük risklər var. Həmin tullantıların axıdılması. 46 metal mədənlərində 26 şirkət fəaliyyət göstərir. Bu 26 şirkət 12-si Zəngəzurda fəaliyyət göstərir. Sonda qeyd edildi ki, Ermənistanın da üzv olduğu ESPO Konvensiyasının tələbinə əsasən Ermənistan Azərbaycanlı ekspertlərində bu ərazilərdə monitorinq keçirməsinə şərait yaratmalıdır. Ermənistan tərəfindən həyata keçirilən fəaliyyətin əhalinin sağlamlığına necə təsir edib etməyəcəyinin monitorinqi aparılmalıdır. Sənan Bəhrəmli, Samir Gülməmmədov, ATV Xəbər. Davam edirik. Paytaxtda mənzilə silahlı basqın edən, sonra polisə müqavimətdə təqsirləndirilən şəxs həbs olunub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Xatırladaq ki, bir neçə gün öncə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rauf İsmayılovun yaşadığı Binəqədi rayonunda yerləşən mənzilə naməlum şəxslər silahlı basqın edərək böyük məbləğdə pul tələb edib. Zərər çəkənin övladının mənzildə quraşdırılan müşahidə kamerası vasitəsilə görüntüləri izləyərək 102 xidməti zəng mərkəzinə verdiyi məlumat əsasında hadisə yerinə gələn polis əməkdaşlarına silahlı müqavimət göstərilib. Polis əməkdaşlarının gördüyü cavab tədbirlərinin nəticəsində silahlı basqında iştirak edən şəxslərdən əvvəllər dəfələrlə məhkum olunan 52 yaşlı
Eldəniz Şükürov zərərsizləşdirilib. Digər şəxs isə hadisə yerindən yayınıb. Hadisə ilə əlaqədar Binəqədi rayon prokurorluğunda cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilən intensiv istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində cinayətin digər iştirakçısı 30 yaşlı Orxan Abdullayevin şəxsiyyəti müəyyən edilib. Toplanmış sübutlar əsasında Orxan Abdullayev Cinayət Məcəlləsinin 181.3.2, 228.2.1 və 315-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmaqla təqsirləndirilən şəxs qismində cəlb olunub. Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında barəsində həbs qəti imkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Cinayətə aidiyyatı olan bütün şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks istintaq əməliyyat tədbirləri davam etdirilir. 2024 Formula 1 Azərbaycan Grand Prixi yarışlarına saxta biletlər hazırlayaraq satışını təşkil edən Elmar İsrafilov saxlanılıb. Müəyyən edilib ki, o Instagram sosial şəbəkəsində yaratdığı profillərdə onlayn qaydada məlumatları dəyişdirilmiş saxta biletlər yerləşdirərək satışı ilə məşğul olub. Elmar İsrafilov bu yolla 30 nəfərdən çox vətəndaşa saxta bilet sataraq maddi gəlir əldə edib. Qardaşım, dəvətli biletdir. Mən özüm orada təşkilatçıyam Formula 1-də də. Qiyməti 860 manatdır, ön sıralardadır. Hər günə də var. Mənə zəhmət olmasa şəxsiyyət vəsiqəsinin seriya nömrəsini bir də fin kodunu da atarsınız ki, mən biletləri sizin adınıza keçirdə bilim. Formula 1-in saxta biletini satmışam. Barkodu ilə QR kodunu dəyişdim və Instagramda Baku City Sirsuit səhifəsinin altına, kommentlərinə kim bilet istəyirsə, yəni əlaqə saxlaya bilər, pul sata bilər deyə yazdım və onlar da yazdılar. Biletləri onlara göndərmişdim. Onlar da kartı ödəniş edib. Elə geri gəlmişkən sabah başlayacaq Formula 1 Azərbaycan Grand Prixi ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq sürücülərdən xahiş olunur ki, Azneft və Neftçilər dairəsinə alternativ kimi Lökbatan dairəsi istiqamətində 3-cü kənar dairəvi yolla 20 yanvar və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi eyni zamanda bildirir ki, 20-ci sahə Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyin və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət edə bilər. Gəncədə polisin keçirdiyi əməliyyat nəticəsində müxtəlif vaxtlarda şəhər ərazisindəki telekommunikasiya naqillərini oğurlayan Muraz Cəfərov və Asif Ələkbərov saxlanılıb. Məlum olub ki, onlar dəyəri 29.224 manat olan 4503 metr uzunluğundakı naqilləri oğurlayaraq metal qəbulu məntəqələrinə satıblar. Onların bu əməlləri müşahidə kameralarına da düşüb, faktla bağlı araşdırmalar davam etdirilir. Paytaxtın Xətai rayonunda keçirilən əməliyyat tədbirləri zamanı narkotik alveri ilə məşğul olan İbrahim Müzəffərov, Səbuhi Həsanov, Əli Şərifov və Mətin Rızayev saxlanılıb. Onlardan ümumilikdə 16 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb. Keçirilən digər əməliyyat tədbirləri zamanı evdən oğurluq edən Emin Məmmədov da tutulub. Onun mənzildən 1500 manat oğurladığı müəyyən edilib. Araşdırmalar davam etdirilir. Son vaxtlar elektromobillərin qəfil alışması hallarına tez-tez rast gəlinir. Növbəti belə faktla bağlı xəbərlər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə tırın üzərindəki maşınların tamamilə yandığı əksini tapır. İddia olunur ki, həmin maşınlar Almaniyadan ölkəmizə satış üçün gətirilirmiş. Amma mənzil başına çatmamış, bilinməyən səbəbdən yanıb. Mövzunu əməkdaşımız Turanə Tağzadə araşdırıb. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən iddia edilir ki, alışaraq külə dönən avtomobillər xarici ölkələrin birindən ölkəmizə satış məqsədi ilə gətirilirmiş. Amma mənzil başına çatmamış, yolda yanaraq külə dönüb. Bu faktdan belə bir sual ortaya çıxır. Maraqlıdır, yeni avtomobillər öz-özünə alışıb yana bilərmi? Bəli, bu mümkündür və asıl avtomobilin konstruktiv olaraq o adi avtomobil daxiliyama mühərrikli hibridlərdir, elektromobillərdir və yaxud da ən müxtəlif versiyalar. Avtomobilin salonuna qoyulmuş hər hansı bir optik linza tipli, məsələn, su şüşəsi belə günəş işığının təsirindən orada parça materiallarda, yəni plastik materiallarda alışma
yarada bilər. Qaldı ki, texniki olaraq bu zavod nasazlığından əmələ gələ bilər, elektrik sistemində baş vermiş hər hansı bir nasazlıqdan və yaxud da bilirsiniz ki, litium-ion batareyalar özləri də hər hansı bir elektrik və germetiklik onlarda təmin olunmalıdır və oksidləşmə baş verərsə alışma yarana bilər. Sığorta məsələləri üzrə mütəxəssis İlkin İbrahimov bildirir ki, şirkətlər avtomobil gətirdiyi zaman həmin maşınları öncədən yük sığortası ilə sığortalamalıdırlar. Gözlənilməz hadisələr baş verdikdə şəhadətnamədə göstərilən məbləğ qədər kompensasiya almaq mümkündür. Dövlət yol polisi və ya müvafiq orqanlardan arayışlar, sənədlər alındıqdan sonra həmin sığortaya müraciət etmək lazımdır. Sığorta da müvafiq qaydada sənədləşdirilərək hesablanır, zərər hesablanır və bundan sonra sığorta kompensasiyası verilir. Zərərin hesablanmasıyla bağlı məsələ həmin yerdə, yəni gömrük ödəmələrində nə qədər məbləğ göstərilibsə, yəqin ki, sığorta kompensasiyası da, yəni ödəniləcək məbləğ də həmin məbləğ qədər olur. Mütəxəssislər xaricdən sifarişlə avtomobil gətirənlərə xəbərdarlıq edərək bildirir ki, daha çox rəsmi nümayəndəliklərə müraciət etsinlər. Çünki fərdi avtomobil gətirənlər yaxud da hansısa şirkət gətirdiyi maşınlarda belə problem yarana bilir. Avtomobil almaq istəyənlərsə beynəlxalq geri çağırmaları izləsinlər. Çünki bir çox avtomobil brendləri istehsal etdikləri nəqliyyat vasitələrində problem yarandığı zaman onu geri çağırırlar. Müştərilər bir məqama da diqqət edib, ən çox geri çağırılan nəqliyyat vasitələrini almaqdan çəkinsinlər. Turanə Tağızadə, ATV Xəbər. Zaqatalada valideyn 3 yaşlı autizm xəstəsi olan övladının reabilitasiya mərkəzində şiddətə məruz qaldığını iddia eləyir. Bu barədə 3 yaşlı körpənin anası Vəfa Həsənova məlumat verib. Məsələ ilə bağlı dərhal araşdırmalara başlanıb. Şiddətə məruz qalan uşağın anası Vəfa Həsənova deyir ki, övladı autizmdən əziyyət çəkdiyi üçün bir müddət əvvəl Zaqatala şəhərində yerləşən Xəqani Psixoloji Mərkəzinə göndərib. Valideyn iddia edir ki, mərkəzdə müalicə zamanı onun övladına qarşı şiddət göstərilib. Xədicə evdə davranış göstərirdi, əlləri ilə üzünə vururdu. Şübhələrim oldu ki, niyə uşaq məhz əlləri ilə üzünə vurur? Xədicəni təlimə qoydum, 5-in yarısı təlimdən çıxdıqda pəncərədən baxdım otağa. Yay vaxtı idi, otaq açıq idi. Və baxdım ki, müəlliməsi Xədicənin dizinə cəld hərəkətlə şillə vurur. Yaxınlaşdım mərkəzə yaxınlaşdım və Mavin Fatma xanıma dedim ki, mən burada səs-küy salmaq istəmirəm. Sevinç xanıma zəng eləyin, mərkəzin direktoru Sevinç xanıma zəng eləyin. Deyin ki, bəs Xədicənin vurulmasının şahidi oldum. Səhər biz görüntülərə baxanda, atası oradan çəkdi. Görüntülərə baxanda gördük ki, Xədicə tək şillələməklə mən gördüyüm mən yox. Xədicənin əlləri ilə cəld hərəkətlə üzünə vurur və öz əllərindən Xədicəyə işgəncələrə məruz qoyur. 19 saniyəmi, 9 saniyəmi tam dəqiq bilmirəm, orada qeyd olunubdur. Məsələni araşdırmaq üçün həmin reabilitasiya mərkəzinə yollandıq. Mərkəzin direktoru deyilənləri təqzib etdi və bildirdi ki, həmin görüntülər sürətləndirilmiş şəkildə yayıldığından belə bir təəssürat yaranır. Əsl görüntülər şikayətdən sonra hüquq mühafizə orqanlarına təqdim olunub. O 2x sürətli görüntülərdir. Mən sizə görüntülər əslini təqdim edəcəm. Burada da var, prokuraturada da var, məhkəmədə də var, vermişik. Yəni onlar da araşdırıb cinayət tərkibi tapmadı. Çünki sürətli hərəkətdir, autiklərlə hər şey ola bilir. Orada bəli, mən valideynləri qınamıram. 2x sürətli, çox sürətli əl hərəkətim düşüb. Şəxsən mən özüm də qınayardım. Mütəxəssislər də gəldi. İndi baxdılar ki, dedilər ki, 2x sürətli görüntüdür. Direktorun söz açdığı həmin görüntüləri də əldə etdik. Mərkəzin direktoru əlavə etdi ki, əsl görüntülər hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Biz də məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Şəki regional qurumuna müraciət etdik. Qeyd olunan məsələ ilə bağlı azyaşlının valideyni tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilib, müvafiq ekspertiza təyin olunub, həmin hərəkətlərin müalicə proseduru və yaxud zorakılıq olduğu ekspertizanın rəyindən sonra məlum olacaq. Hazırda rayon polis şöbəsində araşdırmalar davam etdirilir. Valideyni narahat edən digər məqam zorakılıq edən müəllimənin işinə davam etməsidir. Mərkəzin rəhbəri isə heç bir zorakılığın olmadığını əsas gətirərək həmin müəllimənin işinə davam etdiyini, onunla bağlı qərarın hüquq mühafizə orqanlarının araşdırmasından sonra veriləcəyini bildirdi. Hacı Ömər İsayev, Ülkər Əliyeva, Sərdar Əliskəndərli, ATV Xəbər, Zaqatala.
Ölkədə tullantıların idarə olunması ilə bağlı ciddi addımlar atılır. 1998-ci ildə qəbul edilmiş tullantılar haqqında qanuna zəruri əlavə və dəyişikliklərin edilməsi ilə bağlı ictimai müzakirə keçirilib. Hansı məqamlar diqqət mərkəzində olub? Ətraflı sıradakı sujetdə. Tullantıların idarə edilməsi ilə bağlı strateji sənəd hazırlanır. Layihə əvvəlcə Abşeronda, sonra isə mərhələli şəkildə digər yerlərdə həyata keçiriləcək. Bu barədə tullantılar haqqında qanunun icra vəziyyətinə dair ictimai müzakirələr zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev məlumat verdi. Bildirdi ki, azad edilmiş ərazilərə tökülən tullantılarla bağlı ayrıca tədbirlər planı hazırlanıb. Toplantıda qeyd olundu ki, 2021-ci ildən ölkə ərazisində, o cümlədən azad olunmuş ərazilərdə tullantıların idarə olunması ilə bağlı xüsusi komissiya yaradılıb. Bu ictimai müzakirələrin mahiyyəti iki məsələ üzərində durur. Birincisi, cəmiyyət olaraq tullantıların idarə olunması ilə əlaqədar hansı təşəbbüslər vardır və bu təşəbbüsləri səsləndirib tullantıları haqqında qanuna daxil etmək üçün hökumət orqanlarına bunları təqdim etmək. İkincisi isə azad olunmuş ərazilərdə ora seyr edən, ora ziyarət edən vətəndaşlar tərəfindən ətraf mühitin çirkləndirilməsi, tullantıların ətraf mühitin çirkləndirilməsi məsələlərini gündəmə gətirmək və bununla əlaqədar maarifləndirmə və məhdudlaşdırma tədbirləri ilə əlaqədar dövlət qurumlarına müraciət etmək. Müzakirələrdə qeyd olundu ki, tullantıların idarə edilməsi ilə bağlı qanunvericilikdə yeni müddəalara ehtiyac var. Tullantıların azaldılması və yenidən emalının təşkili üçün daha effektiv mexanizmlər yaradılmalıdır. Həm burada belə deyək ki, tətbiqi prosesində problemlər vardır. Bu problemlər nədən qaynaqlanır? Hər şeydən əvvəl ilk növbədə peşəkarların yetərli qədər olmaması, eyni zamanda yetərli resursların olmaması, çünki istənilən ekoloji problemlərin aradan qaldırılması ilə bağlı çox ciddi böyük resurslara ehtiyac vardır. Bu məsələ ilə bağlı. Digər tərəfdən başqa bir məsələ əhalinin məlumatlandırılması ilə bağlı da ciddi problemlər vardır. İctimai müzakirədə bildirildi ki, plastik tullantılara aid məhdudiyyətlərin qoyulması da qanunla tənzimlənməlidir. Bəzi məhdudiyyətlər olsa da onların təcrübədə tətbiqində çatışmazlıqlar var. Elektron tullantıların idarə edilməsi isə ən vacib istiqamətlərdəndir. Tibbi tullantıların idarə olunması məsələsi də gündəmdədir. Hazırda tibb müəssisələrində tullantıların çeşidlənməsi ilə bağlı işlər aparılır. Ruhiyyə Balakişiyeva, Şəhriyar Əhmədli, ATV Xəbər. Sentyabrın 9-u 11-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyasının 3-cü iclasında uzun müddət üzərində müzakirələr aparılan ortaq Türk əlifbasının yaradılması təklifi qəbul edilib. Bununla da ortaq tarixi, mədəni irsimizə ortaq vahid əlifba da əlavə olunur. Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri də Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıqdır. Bu əlaqələrin daha da möhkəmlənməsi, səmərəli ünsiyyət üçün ilk növbədə əlifbanın olması lazımdır. Elə bir əlifba ki, əməkdaşlıq çərçivəsində aparılan danışıqlar, həyata keçirilən layihə və digər tədbirlərdə rahat kommunikasiya qurulmasına kömək edə bilsin. 1991-ci ildə elm adamları tərəfindən ortaq Türk əlifbası layihəsi irəli sürülsə də, uzun danışıqlar, müzakirələr edilsə də müsbət nəticə əldə edilməyib. Lakin bu günlərdə Bakıda keçirilən Türk Dünyası Birgə Əlifba Komissiyasının 3-cü iclası bu layihənin nəticələrini dəyişdirdi. İllərlə elm adamları tərəfindən irəli sürülən 34 hərfdən ibarət latin qrafikalı ortaq Türk əlifbasının layihəsi hər tərəfli nəzərdən keçirilərək qəbul edildi. 34 hərf bütün türk dilli xalqlar üçün ən real, ən optimal əlifbadır. Bax, burada olan qrafik işarələrlə bütün səsləri ifadə etmək mümkündür. Bizdə 32-dir. Məsələn, Qazaxlarda, Qırğızlarda, Özbəkləri hərəsində müxtəlifdir, 36, 40 və s. Ancaq qəbul olunmuş əlifba, latin qrafikalı əlifba ümumi götürüb ki, bütün türk xalqlarının hamısına aid olsun. Vahid Türk əlifbasında olan 34 hərfin görüntüsü sosial şəbəkələrdə də paylaşılıb. Əlifbada hərflərin yanında mötərizə içərisində Kiril əlifbasına məxsus hərflərin əlavə edilməsi insanlarda çaşqınlıq yaradıb. Bununla bağlı mütəxəssislər qeyd edir ki, Sovet İttifaqı tərkibində olan dövlətlər Kiril əlifbasından istifadə edirdi. Onların da başa düşməsi üçün belə bir addım atılıb. Dünya sivilizasiyasında, dünya qrafikasında ən böyük üstünlüklərdən biri odur ki, hər hərfin özünün qrafik işarəsi olsun, rahat oxunsun. Azərbaycanlılar da biz də güzəştə gedəsi olduğu, çünki burada bəzi məsələlər var. Bizdə 32 hərfdir, indi 34 hərf qəbul olunur. 2 hərf güzəştə gedir. Qazaxların bir səsi var, Ö ilə Ü səsi arasında bir səsdir, o da qəbul olunur 34 hərfin içində. Ancaq heç kimi məcbur eləmirlər ki,
Sən 34 hərfdən istifadə et. Ortaq əlifbanın yaradılması həm də türk dilli xalqların beynəlxalq arenada öz səsini daha aydın eşitdirməsinə və inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edəcək. Yeni əlifba türk xalqları arasında dil maneələrini aradan qaldırmaqla yanaşı, onların mədəniyyət və ədəbiyyat sahəsində də sıx əməkdaşlıq etməsinə imkan verəcək. Fatimə Salmanova, Samir Gülməmmədov, Məlik İnqilablı, ATV Xəbər. Qarabağda 44 günlük müharibədən sonra çox sayda silah yoxa çıxıb. Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında belə açıqlama verib. Bildirib ki, hökumət bu məsələni Təhlükəsizlik Şurası da daxil olmaqla bir neçə dəfə müzakirə edib. Paşinyan bildirib ki, eyni zamanda ölkənin Daxili İşlər Nazirinə qanunsuz silahların axtarışı metodologiyasını dəyişməklə bağlı göstəriş verib. Çünki daha əvvəl istifadə etdikləri metodologiya yeni çağırışlara uyğun gəlmir. Ermənistanın baş naziri xalqının iki işi tələsik etməyi yaxşı bacardığını deyib. Bunlar maşın sürmək və yeməkdir. Ermənilər başqa işlərdə o qədər də yaxşı deyil. Ölkəmizdə hər şey çox ləng gedir. Hökumət olaraq da biz yavaş hərəkət edir, ləng şəkildə düşünürük, qərar vermə prosesində də gecikirik. Hökumətdə təmsil olunanların vəziyyəti təhlil etmək və anlamaq qabiliyyəti də ürəkaçan deyil. Mentalitetimiz də təcili yardım maşınlarımız kimi yavaş işləyir. Sürət lazımdır. Sürət peşəkarlığın bir hissəsidir deyə Paşinyan gileylənib. Belarus prezidenti Aleksandr Lukashenko ölkəsi ilə Ermənistan arasında hazırki münasibətlərə toxunub. O, Belarusda yaşayan müxtəlif xalqların nümayəndələri ilə görüşündə bildirib ki, Ermənistanla Belarus arasında əvvəlki kimi mehriban münasibətlərin olmasının tərəfdarıdır. İnanın, iki ölkə arasında münasibətlərin pisləşməsində bizim qətiyyən günahımız yoxdur. Ermənilərə əlimizdən gələn yardımı göstərməyə çalışdıq. Lakin onlar gördüyünüz kimi Qərbə, Avropa İttifaqına yönəlmək istədilər deyə Belarus prezidenti qeyd edib. Türkiyə Ukraynanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir. Krım Ukraynaya qaytarılmalıdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 4-cü Krım platforması sammiti iştirakçılarına video müraciəti zamanı belə açıqlama verib. Bildirib ki, Ankaranın Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi barədə mövqeyi dəyişilməzdir. Onun sözlərinə görə Krımın qaytarılması beynəlxalq hüququn tələbidir. Ərdoğan xatırladıb ki, bu il sammitin keçirildiyi tarix Krım tatarlarının deportasiyasının 80 illiyinə təsadüf edir. Doğma vətənlərindən güclə qovulmuş Krım tatarlarının, türklərin yaşadığı faciənin ağrısı bitmək bilmir, yaralar isə 80 ildir ki, sağalmır deyə Türkiyə prezidenti qeyd edib. İsrail ordusu BMT-nin Fələstinli qaçqınlar və işlərin təşkili üzrə Yaxın Şərq Agentliyinin Nüsayrat qaçqın düşərgəsindəki məktəbini bombalayıb. Nəticədə qurumun 6 əməkdaşı həlak olub. Bu barədə məlumat verən BMT-nin baş katibi Antonio Guterres X sosial şəbəkə hesabında qeyd edib ki, baş verənlər tamamilə yol verilməzdir. Məktəbdə 12 min nəfərin sığınacaq tapdığını deyən Guterres qeyd edib ki, beynəlxalq humanitar hüququn belə dəhşətli hallarla pozulmasının qarşısı dərhal alınmalıdır. Qəzza bölgəsinin mülki müdafiə xidmətinin məlumatına görə isə məktəbin bombalanması zamanı 18 nəfər həlak olub. Onların arasında qadın və uşaqlar da var. 20-yə yaxın Fələstinli isə yaralanıb. Bu ilin ikinci ay tutulması sentyabrın 18-də baş verəcək. Bakı Dövlət Universitetinin Fizika Fakültəsinin Astrofizika kafedrasına verilən məlumata görə ay tutulması Bakı vaxtı ilə saat 4:41-də başlayıb, saat 8:47-də sona çatacaq. Təbiət hadisəsini Şimali və Cənubi Amerika, Afrika, Avropa, Qərbi Asiya və Rusiyanın cənub-qərbi daxil olmaqla ayın üfüqün üstündə olduğu istənilən yerdə müşahidə etmək mümkün olacaq. Azərbaycan ərazisində səhər saatlarında yarım kölgəli ay tutulması müşahidə ediləcək. Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan gənclərlə görüş keçirilib. Çıxış edənlər tələbə adını qazanan məzunları təbrik edib, onlara savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulayıb. Bildirilib ki, ölkəmizdə əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan və bugün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli təhsil quruculuğu və islahatları öz töhfəsini verir. Qeyd edək ki, bu il Xətai rayonunda 2408 nəfər tələbə adını qazanıb, sonda qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə qiymətli hədiyyələr təqdim edilib. Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb, kontaktda isə 50%-ədək endirim fürsətləri hələ də davam edir.
Kontak mağazalarında yeni dərs ilinə hazırlaşanlar üçün böyük endirimlər hələ davam edir. Şəbəkənin gecikmə kampaniyası ilə siz istədiklərinizi nağd alışda 50%-ədək endirimlərlə və 6 dəfəyə ödə şərti ilə əldə edə bilərsiniz. Kampaniya rahat kredit şərtləri ilə də sevindirir. Çünki buradan smartfon və notebookları 18 ayadək, qulaqlıq, smart saat, televizor, məişət texnikası, qapqacaq və ev tekstilini 18 ay, mebelləri isə 24 ay ilkin ödənişsiz, faizsiz, komissiyasız şərtlərlə almaq mümkündür. Təkliflərə görə 128 GB-lıq Xiaomi Redmi 13C smartfonunu ayda 15 manata, Windows 11 əməliyyat sistemli Lenovo notebookunu ayda 25 manata, Super AMOLED ekranlı Samsung Galaxy A24 smartfonunu ayda 24 manata, 14 günə işləyən Huawei smart saatını isə ayda 25 manat ala bilərsiniz. Üstəlik, bu alış-veriş sizə həm də şeşkoşaya qatılıb Sibrizdən mənzil qazanmaq imkanı verir. Odur ki, dərs zəngi çalınır. Hazırlıqları tamamlamaq üçün Kontak mağazalarına və ya Kontak Az saytına baş çəkməyə gecikməyin. ATV Xəbərdən bugünə çatdıracaqlarımız bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Ən son xəbərləri ATV Xəbərdən alın, çünki biz sizə lazım olan xəbərləri təqdim edirik. Gecəniz xeyrə qalsın.